Bu gün Avstraliyada qrup yoldaşlarımla birlikdə Sunshine Coast-da yerləşən Sea Life adlı akvariuma getdik. Demək olar ki, burada bütün dəniz canlılarını görmək mümkün idi. Burada balıqların çoxunu həyatımda ilk dəfə idi ki, görürdüm. Girişdə bizi stingray balığı və dəniz ulduzları qarşılayır. Hətta burada dəniz ulduzlarına toxunmağa icazə verirdilər. Daha sonra dəniz atlarını gördüm və çox gözəl görünürdülər. Yan tərəfdə isə həyatımda ilk dəfə gördüyüm dəniz əjdahası balığı var idi və çox qeyri-adi görünürdü. Daha sonra çox maraqlı akvarium dizaynları və qeyri-adi balıqlar gördüm. Bunların içərisində ahtapot, aslan balığı, uzunbuynuzlu inək balığı və müxtəlif balıqlar gördüm. Hətta burada Nemo cizgi filmində olan Nemo və Dory balığını da gördüm. Bu cizgi filmi Avstraliyaya aiddir və Avstraliyanın Sidney şəhərində çəkilib. Hətta burada Sidneyin məşhur binası olan opera binasını da görmək mümkündür. Daha sonra pinqvinləri gördüm və burada təlimçilər onlara balıq yedizdirirdilər. Sonra isə meduzalarla qarşılaşdım. Şəffaf olduqları üçün akvariumun içərisində olan işıq onların rəngini dəyişirdi və bu da çox möhtəşəm görünürdü. Sərginin ən maraqlı yeri isə bu gördüyünüz tunel kimi olan böyük akvarium idi. Burada köpək balıqları və bir çox müxtəlif balıqlar var idi. Daha çoxu və videonu geniş formatda izləmək üçün biodakı linkdən YouTube kanalıma daxil olub baxa bilərsiniz. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.